Həyat keyfiyyətimizi artırmaq üçün evdən iş qururam, part 1. Uzun müddətdir ki, arzulayırdım ki, özüm öz işimin müdürü olum. İş saatımı özüm təyin edə bilim. Lazım olanda oturub kofemi rahat içə bilim. İdmanıma rahat gedə bilim. Uşaqlarımla zaman keçirə bilim. Ən əsası da tıxacda zaman itirməyim. Çünki mənim evdə uşaqlarıma baxacaq nə bir dayəm, nə də evimin işini görəcək bir köməkçim yoxdur. Hər işin öhdəsindən özüm gəlirəm. Bəzən o qədər yorğun, o qədər tükənmiş hiss edirəm ki, sonra özümə deyirəm ki, dayan, özünə gəl. Axı sənin arzuların var və bu arzuları həyata keçirmək üçün sənə heç kəs kömək etməyəcək. Heç kəs gəlib sənin əlindən tutmayacaq və bunların hamısını sən özün etməlisən. Evimin bir hissəsində özüm üçün ofis ayırdım. Burada öz əl işlərimi hazırlayıram. Mənə dəstək olmaq üçün videomu bəyənib dəyərli fikirlərinizi mənimlə bölüşün.